Hər vaxtınız bir daha xeyir olsun əziz tamaşaçılar. Xatırladıram ki, Çarı efirdədir və bizim də telefonlarımız 492 16 20 və 69 74 SMS ünvanımız açıqdır. Bundan başqa 510 32 79 nömrəmiz də açıqdır ki, bu telefonlara zəng vurub bizimlə əlaqə qura bilərsiniz. O ki qaldı mənim burada stolumun üstündə çox gözəl bir su var. Adı fitanat suyudur. Fitanat suyu əslində qalanda bilirsiniz ki, fitanat limonadlarından mən tez-tez danışıram. Fitanat limonadları elə bax bu sudan hazırlanır və mən bu suyu içməyi çox xoşlayıram. Səbəb nədir? Bu monomolekulyar sudur. Yəni bunun mənasını təxminən bir loru dildə açıqlayayım. Bizim bədənimizdə olan hüceyrələr kifayət qədər su daşıyıcısıdırlar və kifayət qədər orqanlarımızın müxtəlif ərazilərinə su aparmalıdırlar, hüceyrələr gətirməlidirlər. Hər bir su hüceyrəyə kifayət qədər daxil ola bilmir. Amma bu suyun molekulaları elə bir ölçüdədir ki, o molekulalar həmən hüceyrələrdə olan məsamələrin, deşiklərin, yəni o ölçülərinə o qədər uyğun gəlir ki, çox asanlıqla hüceyrənin daxil olur və ona görə də orada gözəl bir, bax məsələn, təxminən bu nəyə bərabərdir? Dağda olan qar suyuna. İkincisi isə bitkilərin o içərisindən keçən su var. Bitkilər suyu sorurlar yerdən, sonra onlar kəsəndə oradan su ifraz olunur hansısa bir orqan. Məsələn, möynəni kəsəndə, qarpızı kəsəndə, bax həmən suya bərabər sudur. Və həmən suyu da içəndə hüceyrə üçün sağlamlıq gətirir. O cümlədən də allergiyalarda, xüsusən də xroniki rinitlərdə, bundan başqa bədəndə, məsələn, ağciyərin hepatozlarında, yəni və s. kimi xəstəliklərdə bu sudan gündəlik daxilə qəbul edin. Bu su sağlamlıq mənbəyidir. Həmən o dirilik suyu deyilən su, bax budur ki, bundan bəzən bunu başqa bir üsulla da hazırlayırlar. Talı-yevada deyilən, yəni buzun ərinmiş suyu deyirlər. Onu da xüsusi vasitə var. Bax buna canlı su deyirlər, dirilik suyu deyirlər. Bundan alın, için. Bu fitanatlar demək olar ki, bizim marketlərdən başqa bir çox marketlərdə də var. Əgər tapmasanız, o zaman Herbaflora şirkətinin 3w.herbatreflora.com saytına girərək müraciət eləyin ki, hansı marketə lazımsa ora çatdırsın bu suyu. Bu su elə fitanatların da, yəni o limonadlar ki var, fitanat limonadları, onların tərkibində də ondandır. Bu sudan hazırlanır. Bu su yalnız Herbaflora şirkəti tərəfindən hazırlanır. Nəyə görə? O avadanlıq ki, Azərbaycan alimi tərəfindən kəşf olunub, Azərbaycanda istehsal olunmur, Amerikada patentləşdirilib, istehsal olunub və Azərbaycana gətirilib və Herbaflora şirkəti həmən avadanlığı özündə yerləşdirib, onun böyük formasını və bu suyu istehsal eləyərək bizə çatdırır. Buna görə də ona təşəkkürümü bildirirəm və bir qurtumda içim. Bu gözəl sudan doymuram. Açığın deyim ki, çox gözəl su olduğu üçün məsləhət görürəm. Bir çox xəstəliklərdə, o cümlədən insan əgər sağlam olmaq istəyirsə, gündə yay aylarında 2 litr yarım, 3 litrə qədər su içə bilər. Yəni, bundan qorxmayasınız. Sadəcə olaraq birdən-birə deyil, onu müəyyən porsiyalarla. Məhərrəm müəllim, söhbətimiz onda qaldı ki, yəni siz xəstə idiniz, hal-hazırda sağalmısınız və üzünüzdə heç bir şey yoxdur. Yəni, bundan əsəl-əlamət yoxdur və bunu necə elədiniz, neynədiniz, nə qayırdınız? Biraz bundan danışın. Qısa vaxtımız var, ona görə də... Bəli, elə demək olar ki, mən çox, yəni, o vaxtı İsraildən də bura həkimlər gəlmişdi. Onlar da üzdən onu apara bilirdilər, amma onun kökü çıxmırdı. Bunun üçün hökman onu vitaminləşdirilmiş dərmanlarla çölə çıxartmaq lazımdır. Sonra onu üzdən təmizləmək olur. O da baxır hansı sortuna və hansı dərmanlar, o tamam başqa mövzudur. Amma ən əsası mən həmişə deyirəm, bu qidalanma nəticəsində yaranan xəstəlikdir. Özdə ki, mən demişəm, nazik bağırsaq və yoğun bağırsaq, 12 barmaqdan sonraki başlayır nazik bağırsaq, onun divarlarında deformasiya baş verir. Zəhərli maddələr qan dövranına keçəndə qaraciyər onu çatdıra bilməyən də təmizləməsin və dəridə özünə bir yuvalar düzəldirlər həmən o. Ona psoriaz xəstəliyi deyirlər. Yəni, bir növ dəri elə bil ki, qaraciyərin köməyinə çatır. Bəzən bunun bəzi növlərinin adı üstündə kleşdir, yəni gənəciklər, dərialtı gənəciklər. Bu gənəciklər də, bəli. Elə də mən onun elə şeylərdə oxumuşam. Bunu John Pagano deyir və o da Edgar Cayce'nin davamçısıdır. Bilirik ki, onlar böyük alimlərdir və onun özünün klinikası var, psoriazla məşğul olur. 4 ayla 1 il yarıma insanları yaxşı edir. O, hətta salafan kloklara salır o psoriaz olan adamları.
Məsələn, bir 2 saatla onun içində saxlayır ki, onu yumşaltsın, sonra təmizləməni. Biz əlbəttə ondan istifadə eləmirik, biraz asan yoldan istifadə edirik. Gərək John Veganı göndərsinlər bura, bir balaca bir bizdə praktika keçsin də bu John Ən Vegan. əsası mən həmişə deyirəm, Şəhid müəllim, insan yeməyinə fikir verməlidir. Psoriaz olan xəstələr heç vaxt çox yeməməlidirlər və ağır xörəklərdən biraz imtina eləməlidirlər. Peyğəmbərimizə Allahın salamı olsun ona. Peyğəmbərimiz deyir ki, heç bir zaman süfrədən doyaraq durmayın. Quran da yazıb. Yeməkdə gözünüz qalsın ki, cüzam xəstəliyinə düçar olmayasınız. Söhbətə baxın, cüzam xəstəliyinə düçar olmayasınız. Mən bunu xüsusi ona görə vurğulayıram ki, yəni bəzən biz elə bilirik ki, elə yeyirik, içirik. Bu günlərdə yeməklərimiz dünənki yeməklər deyil. Modifikasiya olunmuş meyvələrdən tutmuş. Özdə bəzən deyirik ki, mən bu günləri təmiz yeyirəm, amma xəbərimiz yoxdur ki, o çıxarılıb satışa, o satışdan əkilib, buradan çıxıb orada. Məsələn, ən azı adi yediyimiz buğdanın tərkibinə vurulan drojki var. O droj ola bilər ki, modifikasiya olunmuş, undan hazırlanmış drojdur və s. və s. Yəni, hətta buğdanın özü də. Hə, yəni bundan heç kəs bizə qarant verməyib ki, biz bundan amma özümüzü qorumaq üçün nə etməliyik? Azaltmalıyıq. Həmən o çörəyi də azaltmalıyıq, o birini də azaltmalıyıq və s. Keçmişdə aç xamura deyərdilər, o ilə çörəyin xamurun özünü saxlayardılar, özünü droj əvəzinə istifadə edərdilər. O daha çox xeyir verir. Adətən ağ çörəklər drojla, yəni qara çörək özü də psoriaza zərər eləyir. Çünki qara çörək daha tez Ümumiyyətlə, çörəkləri ona görə deyirəm də, çörəkləri azaltmaq və burada bir dənə müalicə üsulu var psoriazda, o da 27 və yaxud 21 gün və yaxud da 17 gün ac qalmaq, yalnız sudan istifadə. Var, o metod var, ondan da istifadə edən var, mənim bir dostum ondan istifadə eləmişdi. İnandırım sizi, o çox kömək eləmədi. Onun xeyri var. Bəli, amma deyilmir ki, orada müalicə vasitəsidir. Müalicə vasitəsidir, bəli. Təşəkkür edirəm Məhərrəm müəllim. Ən əsasını deyəcəkdim. Bir dənə yedikləri xörəklərdə o turşuluqla qələvini gərək gözləyərlər, mədədə turşuluq artıq olmasın. Onu da hökmən insan özü fikirləşib tapmalıdır. Mən bütün o mənə müraciət edənlərə başa sallam ki, turşuluq yaradan xörəklər nədir? Pomidordur, badımcandır, sonra kartof özü də ağ çörəkdir. Çörəklər ümumiyyətlə şey verir, o turşuluq verə bilir. Ümumiyyətlə, burada mədən problemi var. Onu hökmən qorumaq lazımdır. Vəssalam. Təşəkkür edirəm. Alo. Alo. Bəli. Çağrı verilişidir. Bəli, çağrı verilişidir. Salam Fikrət müəllim. Əleyküm salam. Həkimlərinizi də salamlayıram. Buyuruz. Mənim sualım bilirsiniz nədir? Mənim boğazımda quruluq əmələ gəlir. Boğazımda quruluq. Ağciyərimdən operasiya olunmuşam. Quruluq əmələ gəlir, bəlğəm olur. Sonra da acı, hər səhər duranda boğazım acı olur. O nədən ola bilər? Xanım, siz ağciyərdən nədən əməliyyat olunmuşsunuz əsasən? Su gəlmişdi ağciyərimə. Ağciyərə su gəlmişdi. Təşəkkür ederim. Biz üzr istəyirəm, ağızda, boğazda quruluq olur, acılıq, mədəzdə qızqırma olmur ki, turşuluq. Olur. Aha, olur, aydındır. Aydın oldu, təşəkkür ederim, sağ olunuz. İkinci zəngi qəbul edək. Alo. Alo. Bəli. Salam. Salam. Bilirsiniz, Bilmirik. oğlumda 10 ayından da başlayaraq üzündə səpkilər yaranır. Aha. Belə əlimi vururam, tilişkən, belə hərdən də basanda ucu ağ, belə bərk maye şey kimi çıxır. Adına deyir, həkimlər deyir diatezdir, kesib gedəcək, amma nə bilim, narahatçılıq deyirlər. Bax, o ammada bir dənə şey var. Düzgün qidalanma və müəyyən məsələlər var ki, o uşağa yaxın buraxmamaq. Deyərik, İnşallah kömək eləyər. Oldu, aydın oldu. Təşəkkür edirəm. Çox sağ olun. Deməli, boğazımda quruluq deyir, bir də dedi ki, turşuluq olur. Mən onu soruşdum. Deməli, mədənin turşuluğu artanda bu çox vaxtı belə bir problem əmələ gəlir. Gastroezofagit. Yəni, bu gastroezofagit turşuluq miqdarı artır və bu hətta qırtlağa qədər gəlib çata bilir və buna bəzən vaxtda faringit də olur. Yəni, faringit olanda çox bizim vətəndaşlarımız boğaz üçün preparatlardan istifadə edirlər, qarqaralar edirlər. Amma qarqara eləyəndə faringitin heç bir təsiri olmur. Çünki qarqara olunan zaman dərman vasitəsi gedib ora çatmır. Yəni, qırtlağın aşağı hissəsi olduğundan çatmır. Amma biz burada inşallah ki, bu adamın turşuluğunu götürsək, bunda bu problem həll olacaq. Çünki buna qırtlağına təsir edən turşunun problemləridir. Deməli, bunun üçün siz ya Herbaflora firmasında istehsal olunmuş teastomin çayı içə bilərsiniz. Yəni, bu teastomin çayı
mədənin turşuluğunu azaldır, neytrallaşdırır və bürüyücü və absorsiya edici təsir edir. Və yaxud da başqa bir resept deyim sizə. Deməli, bir hissə götürün biyan bitkisinin köklərindən, bir hissə biyan bitkisinin köklərindən, bir hissə çoban yastığı bitkisi, bir hissə bağayarpağı bitkisi. Yəni bunların qarışıqlarını qarışdırın, səhər, günorta, axşam hər dəfədə bir çay qaşığı, bir stəkan suda dəmlənilsin, yeməkdən qabaq daxilə qəbul olunsun. Yəni bu fərqi yoxdur. Ya çaydan da istifadə edə bilərsiniz, bu qarışıqdan da istifadə edə bilərsiniz. Təxminən bunu 10-15 gün müddətinə istifadə edin və bu təsiri görəsiniz. Bir də çox vaxt belə boğazda quruluq olur, belə məsələn hər bir vətəndaş belə çox edən zaman bir limonun qabığını hər gün yaxşı olar ki, bizim Lənkəran limonu olsun. Limon qabığını da yeyin. Yəni gündə bir dənə limonun qabığını çeyinin udun. Yəni o da bakteriyası təsir elədiyindən və daxilə udulduğundan qırtlaqlara sakitləşdirici, yəni antimikrob, antibakteriyal təsir edir. Yəni bunları inşallah edərsiniz. Bir də dedi, səpki var, diatez var. Ümumiyyətlə səpkilərdə, diatezlərdə bizdə çerada yatıq qanqal bitkisi var. Yəni istehsal olunur. Azərbaycanda bitir, çox zəngin belə ehtiyatı var Azərbaycanda. Yatıq qanqal bitkisi ilə vanna eləyin. Yəni mən yenə dedim, vanna olanda birin 10-a nisbətində. Təxminən 200 qram, 300 qram götürdüksə bunu 2-3 litr suda dəmlənilsin və uşaq vanna olunsun. Bundan da diatezi keçib gedəcək inşallah. Təşəkkür edirəm, çox sağ olun. Burada bizim Füzuli müəllim, SMS-lərimiz çoxdur və bir də o rozmarinlə nə hazırlayacaqdınız, istəyərdim ki, onu necə hazırlayacağı bir izah eləyəsiniz. Rozmarin bitkisi ümumiyyətlə təyinatları çoxdur. Məsələn, kosmetikada, saç tökülməsində bu... Elə SMS-lərimizdə çoxdur elə SMS. Bax, bu qədər rozmarin götürülür. Yəni, çox da götürə bilərsiniz. Amma bu özü 2 xörək qaşığı həcmində olacaq. Bunlar xırda-xırda doğranılır. Çox sadə bir reseptdir. Yəni, bunu mən niyə görəm göstədirəm? Hər bir adam evində rozmarin olsa daha yaxşı olar. Yəni, bax, bu qarışığı belə bir xırda-xırda doğrayır. Təzə rozmarini. Təzə rozmarin olanda bunun tərkibində efirli maddələr daha çox olur. Bu xırda-xırda doğranılır. Və bunun üzərinə burada təxminən 300 qram sudur. 300 qram su, qaynar su. Qaynar su tökülür, ağzı örtülür. Ağzını örtüb, məsələn, bununla biz örtə bilərik. Ağzı örtülür və 10-15 dəqiqə müddətinə burada dəm alır. Deməli, bununla bütün dəri qırışlarında, dərin üzəri kompres olunur, ovulur, üz yuyulur, sifət yuyulur, baş yuyulur, bəli, civzələrdə. Dəri üçün, kosmetika üçün, saç tökülməsi üçün, saç dibinin göbələkləri üçün, göbələk üçün çox gözəl vasitədir bu. Çox gözəl təsirdir. Çox sadə bir reseptdir. Təzə bibəriyədən və belə formada istifadə edə bilər. Və bunu isə bu formada dəmlənib, süzüb, bu həcmi hər gün daxilə qəbul edə bilər, heç bir qorxusu yoxdur, revmatizma xəstəliyində. Əla. Ümumiyyətlə, revmatizmdə hətta onun yarpaqlarını döyüb belə, əgər efir yağı əlinizdə yoxdursa, onu yaxşıca döyüb, ora kompres şəklində barmaqların, baş barmaqların başı ilə Füzuli müəllim bir neçə dəfə göstərib, diz qapağı ətrafı, məsələn, burada dirsək ətrafı, o nahiyələr ovulur revmatizm xəstəliyi. Çox gözəl. Bunun üçün efirin də çox sadə üsulla. Məsələn, bizdə indi sənaye üsulunda biz çox ala bilirik, evdə də ala bilərlər. Yəni, bu qaynadılır, adi çaydana tökülür, çaydan qaynadılır və o buxar çıxan hissə tutulur, yəni məsələn soyuq bir şeydən keçirsə, o kondensasiya olur, damcı-damcı düşür. Və bu zaman damcı-damcı düşəndə efiri onun üzərinə yığılır. Sonra o, məsələn, üzü şprislə həmin üzərinin efirini yığa bilirlər. Yığıb, məsələn, oynaqlara zada sürtə bilərlər. Ağrı kəsici kimi, çox gözəl ağrı kəsicidir. Məsələn, revmatizm xəstəliyində ağrı kəsici kimi istifadə edə bilərlər. Revmatoid poliartritdə istifadə edə bilərlər. Məsələn, onu vazelinlə qarışdırıb dəriyə çəkə bilərlər. Belə bir istifadə. Çox sağ olun. Təşəkkür ederim belə gözəl məlumat üçün. O ki qaldı Asif müəllimlə bir sual verəcəm. Asif müəllim, deməli keçən il biz sizinlə Nəbatət bağını gəzərkən mən rozmarini orada gördüm ki, orada sizdə çoxdur və sizdən ondan bir kol aldım. Dedim ki, aparım həyətimdə ki, mən həyət yağının sahəm var, mən xoşlayıram ki, məsələn, orada gülünbahar var, istiotlu nanə var, çoban yastığı var, sonra bağa yarpağı var, lanset varı, bağa yarpağı var, gül xətminin özü var. Yəni, mən hansı bitkilər ki, faydalıdır, kalanxoy var, sonra kolliziya, zalatoy us, o qızılbuğum, o var. Bütün o gözəl bitkilər ki, fayda verir, onları əkirəm, becərirəm, xoşlayıram. Amma bunu becərə bilmədim. Yəni, o əkdim, su da çox verdim, ya az verdim, o yadımda deyil, amma onu bilirəm ki, yandı.
Niyə yandı bu? Asif müəllim biraz bəlkə bizim tamaşaçıların sualı olmasın. Mən deyir, başım ağrıyır, niyə ağrıyır? Bir, bu rozmarin deyil, bütün bitkiləri becərmək üçün istəyirsən ki, onu həyatında becərsən, onun xasiyyətini bilmək lazımdır. Xüsusiyyət deyirik, bitkinin bioloji xüsusiyyəti. Bu bioloji xüsusiyyət nədir? Yəni, xasiyyəti nədir onun? Bu suya tələbkardır yoxsa yox? Günəş sevir yoxsa yox? Kölgəyə davamlıdır, kölgə istəyir yoxsa yox? Bu xüsusiyyətdir. Buna bioekoloji xüsusiyyət. Bax, bunlar nədir? Məsələn, bu Aralıq dənizi florasından da Aralıq dənizinin quru subtropik iqlimə yaxındır. Sırf Abşeron zonası üçün çox əhəmiyyətli bir, çox uyğun bir bitkidir. Quru subtropik nədir? Su ümumiyyətlə, yadına düşəndən düşənə su verməlisən ona. Suya tələbkar deyil, əksinə. Deməli, mən suyu çox vermişəm, yanacaq. Suyu çox versən, mütləq o yanacaq. Bu bir. İkinci, ağır torpaqlara qətiyyən sevmir. Ağır torpaqlar, ağır gillicəli torpaq. Yüngül, qumsal torpaqlar. Yüngül, qumsal, çınqıllı, daşlı torpaqlar da çox yaxşı bitir. Və ədəbiyyat məlumatıdır, həkimlər çox yaxşı bilər. Əgər kölgədən yığılanla, günün altında yığılandan alınan efir yağının çox böyük fərqi var. 50%-ə qədər fərq edir. Günəşli günləri çox sevir. Günəşin altında olmalıdır, açıq yerdə olmalıdır, günəş düşən yerdə olmalıdır ki, onun istifadə olunan vaxtı, effektliyi də normal olsun. Efir yağı yarıya qədər kölgədə becərəndən orada artıq olur. Deməli, bu bitkinin bioloji xüsusiyyətləri, yəni onu becərmə zamanı bu işləri bilmək lazımdır. Çox güman ki, siz başqa bitkilərin, məsələn, digər orada çox sevən Gilli yerdə əkmişdim, bu bir. İkinci bir qədər kölgəli yerdə əkmişdim ki, kol bitkisidir. Bütün hallarda o, onun məhvinə səbəb olub. Bax, ona görə də bütün hallarda çox su vermişdim. Bir də çox yaxşı, mən çox təşəkkür edirəm, bax, belə bir şeydir ki, bu canlı bunu. Bizim o qədər gəlirlər, ekskursiya, gəzinti, qonaqzat. Rozmarin haqqında, biberiya haqqında kifayət qədər məlumat var, elədirmi? Əhali haqqında, əhali hamısı bu rozmarini bilir. Hə, dərman rozmarini. Oy, bu buymuş. Bax, bunu ayrı-ayrı bitkilərin canlı bu efirdə verilməsinin çox böyük əhəmiyyəti var. Əhali bunu, birbaşa bunu gözü ilə görür və tanıyır və onun istifadə qaydasını da ki, oxuyur ya eşidir, ondan istifadə edir. Əslində, qalanda iynə yarpaqlı belə kollara oxşuyur, bir çox kollara da bənzətmək olur. Hətta mən bunu yabani şəkildə çöldə görmüşəm. Yox, bizim florada yabani şəkildə olmur. Mən görmüşəm, niyə görə görmüşəm? Yəni, yox, belə elə də çöl deyir, amma rayon yerində mən görmüşəm bunu ki, onlar bilmirlər ki, bu nədir. Ya bilmirlər, ya necə desə, məsələn, həyətdən kənarda görmüşəm bunu. Çox maraqlıdır. Amma bununla bərabər çox gözəl inkişaf eləmişdi orada. Hə, siz bayaqları ətotu dediniz, mən üstünü vurmadım. Bax, həmən o ətotulardır. Bizim təbii şəraitdə çoxdur o bitkilər. Çox da oxşuyur buna. Amma bu səhvən ətotudur. Ətotu deyil. Ətotu özü ayrıca bir bitkidir. O oxşuyur, təyinatı da istifadə... Eyni ilə, təxminən heç ayırt eləmək olmaz. Bizim flora üçün xarakterik bitki deyil. Bu bizə gəlmə bitkidir. Son 100 illikdə bizə gəlmə bitkidir. Bir də bu, üzr istəyirəm, bu Lənkəran, Mərdəkanda bir park var. Dendrari. Orada çoxdur. Hər tərəfində bax bu rozmarin çoxdur. Bu rozmarinin indi bilmirəm. Orada qumsallıq da ona görə. Bizim vaxtımız olarsa becərməsindən ayrıca danışım. Buyuruz, əgər becərməsindən bir şey... Deməli, rozmarinin bizdə əsasən dekorativ bitki kimi becərilir də bu. Amma həvəskar adamlar gələr, deyək ki, həkim məsləhətinə uyğun onun budaqlarından və yaxud çiçəkli budaqlarından istifadə eləyirlər, götürürlər. Çox qayçılanmaya tələbkar bitkidir. Əgər bunu ildə iki dəfə, ən azı bir dəfə onu qayçı ilə istədiyin formada saxlamaq istəməsən, saxlamasan, o mütləq gövdəsi onun dik durmaq qabiliyyətinə malik deyil. Əyiləcək, sürünəcək yerindən və öz formasını aşağı hissələri başlayacaq tökülməyə. Hə, aşağı hissədən. Çünki bunun 4-5 ildən bir bunun əsas o yaşıl yarpaqları, öz yarpaqları dəyişir də. Çox nadir, həmişə yaşıl bitkilərdəndir ki, az illərdə yarpağın dəyişir də. Yarpaq dəyişməsi bunun uzun keçir. Məsələn, şam 1-2 ildə yarpağın dəyişir. Digər hamısı, digər bütün əksər həmişə yaşıl bitkilər ildə bir dəfə yarpağın dəyişir. Amma onun yarpağı bir neçə il eyni yarpaq. Bir neçə il öz üstündə qalır və ona görə də çox dekorativ görkəmdə qalır. Becərilməsi çox asandır. Baxın, mən onlar vaxtımız varsa göstərim. Bax, buradan bunun deyək ki, bax bu
qələm götürdük. Qələm vasitəsilə, toxum vasitəsilə də çoxalır, amma o təsərrüfat əhəmiyyəti yoxdur. Yəni istəyən toxumla da çoxalda bilər. Bax, bunun belə qələmin bu uzunluqda təxminən 12-15 sm uzunluqda qələmlər götürülür. Qələmin 10-12 sm hissəsi, bax beləcə, bax, Təmizlənir. əllə təmizlənir. O bax elə belə təmizlənir. Bax bu niyə təmizlənir? Bu torpaqda qalan hissədir. Əgər bu qalarsa bunun üstündə, bu qoymayacaq torpağla bu təmasda ola, yarpaq qoymayacaq. Buradan kök verir. Asanlıqla kök verir bu. Çox asan. Demək, heç bir kökü olmadan sındırıb, Heç bir kök olmadan 100%, bunun 100 dənə qələmin ək, amma deyək ki, 2 vaxtda, bir noyabr ayında çox yaxşı. Əgər qış sərt keçən zonalar, qış sərt keçən illər olarsa, mart ayında əkilir. Yəni qış şaxtalarından keçən, şaxtaya çox... İndi əkilsə olmaz mı? İndi artıq yox. İndi Ancaq kötüklü əkmək olur. İndi yox, heç köylü bu saatları onu qoy köklü əkilməsin, mən onun ora gələcəm. Deməli bunun kökü özündən çox tez aralanır. Mil kökə malikdir bu bitki. Koldan çox tez aralanır. Əgər kolu torpaqda əkərsən, onu kolda torpaqla birlikdə 1 ildən sonra dək uzağı 3-cü ili onu torpaqdan çıxardarsansa, artıq o əmici tel qalacaq torpaqda. Ona görə bunun bitmə faizi çox aşağı düşəcək. Təşəkkür edirəm Asif müəllim. Çox sağ olun belə gözəl informasiya üçün. Biz isə qısa reklam fasiləsinə ayrılırıq. Reklamlardan sonra bizdən ayrılmayın, bir yerdə olacağıq. Çağrı efirdədir.